Salam, efirdə Region News'un informasiya buraxılışıdır. Mən onun aparıcısı Turac İbrahimovayam. Qardaban Bələdiyyəsində kəndə dəstək proqramı çərçivəsində əhali ilə görüşlərə başlandı. Daha ətraflı materialımızda. Qardabanda kəndə dəstək proqramı çərçivəsində əhali ilə konsultasiyalar başlayıb. Mer müavini Şalva Qurulişvili yerli hökumət nümayəndələri ilə birlikdə Yeni Samqori və Qamacova kəndlərində sakinlərlə görüşdü. Yığıncaqlar zamanı kəndlərin ehtiyacları müzakirə edilərək ehtiyac duyulan layihələrin seçilməsi prosesinə başlandı. Gürcüstan Regional İnkişaf Fondundan kəndlər üçün müəyyən məbləğ ayrılıb. Hər kənd üçün məbləğ məlumdur. Qamacova kəndi ərazi vahidliyinə 3 kənd daxildir. Qamacovaya 20 min lari, Poladantkarıya 16 min, Qamacova-İrtiyə isə 12 min lari ayrılıb. Proqram çərçivəsində Qardaban Bələdiyyəsi üçün mərkəzi büdcədən 662 min lari ayrılıb. Maliyyələşdiriləcək layihələrin seçilməsi üçün ümumi yığıncaqlar fevralın 19-na dək davam edəcək. Bu proses 40 kənddə mərhələli şəkildə baş tutacaq. Mərhələli şəkildə kəndimizdə müəyyən işlər görülür. Bu il suvarma sistemini səhmana salacağıq, çünki mərkəzi yolda su problemi hərəkət etməyə mane olur. Əhali ilə məsləhətləşərək 2 təşəbbüsə qərar verildi. Birincisi, kəndin girişində yollara işıq çəkilməsi. Digər məsələ isə mərkəzi yolu səliqəyə salmaqdır. Əhali sonda hansı layihələrin maliyyələşdiriləcəyinə qərar verəcək. Seçilmiş layihələr isə proqram çərçivəsində zamanla həyata keçiriləcək. Daxili İşlər Nazirinin birinci müavini Aleksandr Daraqvelidze Birləşmiş Ştatların Gürcüstandakı səfirliyinin regional təhlükəsizlik üzrə məhsul əməkdaşı Dave Huddleston ilə görüşüb. Görüşdə tərəflər polis əməkdaşlığı məsələlərini müzakirə ediblər. Nazir müavini tərəfdaşlığın dərinləşdirilməsinin vacibliyindən danışaraq qurumun əməkdaşlığa daha da hazır olduğunu qeyd edib. Dave Huddleston öz növbəsində Gürcüstan tərəfinə uzun illər davam edən əməkdaşlığa görə təşəkkürünü bildirərək əməkdaşlığı davam etdirməyə hazır olduğunu təsdiqləyib. Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş Bölməsinin əməkdaşları qəsdən ağır bədən xəsarəti yetirmə və qrup şəklində zorakılıq ittihamları ilə 4 nəfəri həbs ediblər. İstintaqa görə fevralın 7-sində onlar Tbilisidə mübahisə zəminində bir nəfərə ağır xəsarət yetirərək 2 nəfərə fiziki hücum ediblər. Yaralılar klinikaya aparılıb. Təqsirləndirilən şəxslər yerindəcə həbs ediliblər. Cinayət 6 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur. Bu əlimizdə olan son məlumat idi. Hörmətli tamaşaçılar, yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.